Selamünaleyküm. Akşamınız xeyir olsun qardaş. Məndə bundan əvvəl N3 olubdu, N03. Bu isə N11 qaz pistonu olan tirdir bu. Bu çox dözümlü tirdir. İndi bəzi qardaşlardan mən araşdırmışam, eləmişəm. Soruşanda ki, bunun üstünə durbin dözür deyəndə ikin tökürdü. Çox adamlar deyir tökür. Bu özdə qaz pistonudur, bax görürsən. Qaz pistonudur. Durbin tökür, hər durbini almıyor. Nə bilim 250 manata, 300 manata durbinlər dözür. Qardaş inanmayın, boş şeylər damcı. O tüfəngin təzyiqinə görədir. Burjünlərdə, yəni yay sistemlərində sirkələnmə yaya görə çox olduğuna görə sıfırlanmasını pozur, düzdür. Bir də bu ayaqlar var, burada. Bu adi sadə ayaqlıqdır, sadə ayaqlıqdır. Bu ayaqlıqlar, hadisə mən bu ilə iki başqa güllə atmışam. Nə pozulmur, nə eləmir. Nə sıfırlanması pozulmur. Hər dəfə də mən bunu ilə 70-80 metrdən vururam. Bir də bu durbin Comet 3940'dır. İşıqlanması var, LED'i var. Ondan sonra yaxınlaşdırıb torağayınıza da götürür, eriyir. Sadəcə buna bir şey əlavə edin, deyəcəm indi. Deməli qardaşlar, buna bir şey əlavə edin. Bax bu dəmir var. Bunu mən Peleramada kəsdirmişəm, asobu. Kəsdirib salmışam bura, öz yerində də görürsən. Bax. Çünki bu sirkələmədən durbin nə qədər sıxısında sürüşüb arxaya gedir. Bax bunun sayəsində arxaya getmir. Bu beləcə bir ağ demir var burada. Bu dəmir var. Bu dəmirə görə getmir, saxlayır. Mükəmməl, heç tepməsi zadı da yoxdur. Durbində məsləhət görərdim 3940 Comet. Bu durbindən alın. Yəni bu N11 güclüdür, qaz pistonuna güclüdür, yaylı sistemlərdən güclüdür. Bu qapaqlıqlarıdır. Bunda böyle göstərim sizə mən. Bunda bir şey var. Mən haradasa deyin görüm. Böyle göstərə biləcəm.